Bugün əgər Azərbaycanın gənci, qanı damarında qaynayan gənci öz siqaretini nənəsinin pensiya pulu ilə almağa məcburdursa, o gənci biz oğurluqdan, quldurluq eləməkdən, nə bilim, fırıldaqçılığa getməməkdən çəkindirməyə bacara bilmərik. Əgər onun iş yeri yoxdursa, o gənc iş tapa bilmirsə və onun təbii ehtiyacları var, əyləncəsi var, özünə paltar almalıdır, nə bilim, harasa gəzməyə getməlidir, oturub bir tikə dostu ilə, rəfiqəsi ilə çörək yeməlidir, çay içməlidir və bunun maddiyyat imkanı, qüdrəti çatmırsa, onun psixikası pozulacaq, o avtomatik cinayətə meyilləşəcək. Bəs bunu kim yaratmalıdır? Dövlət, düzdürmü? Dövlət bu barədə əslində özün məsul tutur. İlham Əliyev bar-bar bağırır bizə ki, mən iş yeri açmışam, işsizliyi 5%-ə indirmişəm, amma hamı bilir axı bu yalandır. O bizi izləyən, izləməyən, elə böyrünüzdə, başınızda. Baxın, görün adamlar iş yeri tapmaq üçün işləyib, zəhmətlə ailələrini dolandırmaq üçün nə qədər əziyyət çəkirlər. İşsizləri bir tərəfə qoyun. İşləyənlərin əmək haqqısı, sığortası, təminatları hansı şəkildədir Azərbaycanda? Bu əlbəttə ki, cinayətkarlığı təşviq eləyən bir haldır. Dövlət özü cinayətkarlıq üçün mühit yaradır Azərbaycanda. İnsanların əsəbini pozmaqla, onları nevroz vəziyyətə gətirməklə, azlıqla, işsizliklə, ləyaqətini alçaltmaqla bunları stabil vəziyyətdən çıxardır. Bu mühit aradan qaldırmaq lazımdır. Yoxsa hansısa gəncin gedib 5.000 rüşvət almaqla onu tərbiyələndirmək olur, onu islah eləmək olur, onu vətəndaş eləmək olur. Gənci cəzalandırmağa nə var ki? Hansı dövlət bunu bacarmır? Afrikanın, nə bilim, dünyanın hansı yerində istəyirsiniz, ən əvvəl dövlət götürün. Vətəndaşı cəzalandırmaq, tutmaq, həbsə atmaq hünərdir ki, İlham Əliyev bu idarə etməklə elə bir vəziyyətə gətirəcək ki, dövləti. Adamlar ki, artıq elə adamlar var, həbsə getməyi çöldə yaşamaqdan üstün tutacaq. Mən bəzi yarı zarafat şərhləri görmüşəm. Deyirlər ki, həbsxanada heç olmaya pisdən yaxşıdan bilirdik ki, işıq pulumuz yoxdur, qaz pulumuz yoxdur, kommunalımız yoxdur. Azdan paradan da oradakı yeməklərlə keçinirdik. Onsuz da çöldə də heç nə eləyə bilmirsən. Yəni, çölü şərti azadlığı. İlham Əliyev həbsxanadan betər vəziyyətə düşür. Dörd bir tərəfini bağlayıb ölkənin sərhədlərini, yeri gəlmişkən buna da kəlmə toxunun. Adamlar stres vəziyyətində, çətin vəziyyətdə, qiymətlər günü-gündən artır, cərmələr günü-gündən artır. Belə bir şəraitdə insan həyatının qiyməti həbsxana ilə azadlıqda elə bərabər olur, tən olur. Belə bir halda dövlətin artıq o həbslə insanları qorxutmaq kimi imkanı da qalmır. O lüksünü də itirir.